Salam dəyərli şagirdlər və abituriyentlər. Bildiyimiz kimi bugün 15 Mart tarixində Dövlət İmtahan Mərkəzi növbəti buraxılış imtahanı keçirdi 11-ci siniflər üçün. Gəlin baxaq suallara görək. Bu dəfəki suallar 9 Martdan fərqlənirmi yoxsa elə eyni çətinlik səviyyəsində salınıb? Açığı ilk baxışdan elə suallara tam baxmamışam, amma yəni bu sualın olduğu kimi qalması, bu tipli sualın olması onu göstərir ki, eyni ilə 15 Mart, daha doğrusu 9 Mart tarixində olduğu kimi daha çətin suallar salınıb. Düzdür, 9 Martdan fərqli olmasını da gözləmirdik. Çünki o istər-istəməz həmin tarixdə imtahan verən şagirdlərə bir növ bir haqsızlıq olardı. Amma haqsızlıq olursa qoy hər kəsə olsun prinsipindən davam ediblər. Çünki yəni bundan öncəki illərdə keçirilən imtahanlar bu səviyyədə keçirilmirdi. Yəni indi görək blok necə olacaq. O da daha maraqlı gəldi hətta bizə. Başlayaq 31-ci sualdan. Deyir ki, dünənki yarışın qalibi Səlim nə isə söylənərək otaqdan çıxdı. Nümunəsi ilə bağlı doğru fikirləri müəyyən edək. Fe'li birləşmə işləndiyindən əminlik söyləmək olmaz. Gəlin bunu sintaq təhlil eləyək. Demək, çıxdı xəbər. Kim? Səlim. Hansı Səlim? Yarışın qalibi. Hansı yarışın? Dünənki. Eləmi? Hansı yarışın qalibi? Dünənki yarışın. 2 dənə təyin var, mübtəda var. Hardan çıxdı? Otaqdan. Zərfliyimiz var. Nə tərzdə çıxdı? Nə isə söylənərək. Araq, ərək nədir? Fe'li bağlama, yəni fe'li birləşmə. Demək, fe'li birləşmə işləyən əminlik söyləmək olmaz. Fe'li birləşməmiz var. Tünd hərflərlə verilmiş söz sintaktik əlaqədə yalnız əsas tərəfdir. Mübtədadan xəbəri götürsəm, Səlim çıxdı kimi götürsəm bunu, eləmi? Səlim çıxdı kimi götürsəm, mübtəda və xəbərdə bilirik ki, birinci tərəf əsas olur. Eləmi? Yarışın qalibi Səlim kimi düşünsəm, yenə bura aslı olur, bura da əsas olur. Yəni hər iki halda sən Səlimi əsas tərəf kimi düşünə bilirsən. Burada unutmamamız gerəkən məsələ nə idi? Uzlaşma əlaqəsinə, mübtədadan xəbər arasında biz dəfələrlə bunu dərslərimizdə test izahlarında vurğulayırıq ki, bir dənə mübtəda və xəbərdə fərqlidir. Qardaş, bunu yadda saxla. Yəni mübtəda əsasdır, xəbər aslıdır. Əslində bu yadda saxlanacaq bir şey də yoxdur. Məntiqi cəhətdən sən bilirsən ki, mübtəda ən müstəqil özüdür. Heç kəsdən aslı deyil. Aslı deyilsə heç kəsdən bunu necə aslı tərəf götürə bilərsən məsələn? Əsas aslı. Bu götürəcəm. Çıxışlı qalış şəkilçili söz tabeliyi əlaqəsində aslı tərəfdir. Bəli, otaqdan çıxdı. Budur. Otaqdan aslıdır, çıxdıq əsasdır, eləmi? Doğru fikirdir. Haqqında danışılan şəxs və əşya nədir? Mübtəda. Mübtədan gəl cümlədən çıxaraq. Çıxartdım. Bu nədir? Qonşular müharibəyə başladı. Cümlədən çıxararsa ismi birləşmə uzlaşma əlaqəsində əsas tərəf olar. Demək, çıxdı kim? Yarışın qalibi. Uzlaşma əlaqəsində əsas tərəf olur, ismi birləşmə. Bəli, çünki ismi birləşmə nə olacaq? Mübtəda. 4 doğru fikirdir. Xəbərlik, tamamlıq və tamamlıq yoxdur bu cümlədə. Ona görə bu getdi. 2, 3, 4. Yəni, orta səviyyəli bir sual idi. Çox çətin deyildi açığı. Amma çox asan da deyildi. Belə, yazma olardı. A variantı. Sonra 32-ci suala baxaq. Gedib xaricdə təhsilini artırar cümləsində nöqtələrin yerinə hansı cümlələr yazılsa mürəkkəb cümlə yaranar. Demək, bunu həmciz xəbərli sadə cümlə ilə tavis mürəkkəb cümlənin fərqləndirməsi məsələsidir. Biz dəfələrlə vurğulamışıq ki, bu cümlə tavis mürəkkəb cümlədirsə, ikinci tərəfdəki xəbər birinci tərəfdəki mübtədaya aid olmamalıdır. Özünün mübtədası olmalıdır və yaxud da şəxsi cümləsi mübtəda yoxdur, neyək? Bax, demək, artırar kim? Xaricdə təhsilini artırar kim? O. Burada mübtəda yoxdur, o kimi düşünə bilirəm. Qayıdıb vətəndə işləyər o. Demək, bu həmciz xəbərli sadə cümlə olar. Atası arzusuna çatar. Bax, çatar kim? Atası. Özünün mübtədası olacaq. Deməli, bu olacaq mürəkkəb cümlə. Yəni, sən bir olanları çıxdın. Eləmi? 2 olan cavab. Üstündə bunu yaxşı veriblər. 2 çıxdı sıracı. Elə orada bir işləyər kim? O. Bilik xalqına gərəkli olar. Gərəkli olar nə? Biliyi. Görsən, özünün mübtədası var. Elə 2, 4 cavabımız olacaq E variantı. Yəni, bunu da yaxşı veriblər açığı. Cavab burada olacaq E. Frazeoloji birləşməni müəyyən edək. Demək, 5-i yırğalamaq, 5-i yırğalıysan da, özündən çıxmaq, əsəbləşmək mənasında. Kömək etmək, ol, et bilsən ki, yaxşılıq etmək. Frazeoloji birləşmə formalaşmır. Bunu hardan şey eləyə bilərsən? Bax, kömək etmək. İşin içərisində həqiqətən kömək var. Eləmi? Yaxşılıq etmək. İşin içərisində həqiqətən yaxşılıq var. Sən yaxşılıq eləyirsən. Qapıdan çıxmaq, qapının açdığının üstündə. Burada olacaq C variantı. Buraya qədər yaxşı gedirik.
Fələk ömrümüzə saldı ayrılıq. Getdin, gözəl, çox gözlədim, gəlmədin. Ha, getdin, gözəl. Gözəl bu da xitabdır. Çox gözlədim, gəlmədin. Feillər eyni zamanda eyni şəkildə işlənmişdir. Nə deyir? Cədvəldəki uyğun fikirləri müəyyən edək. Fələk ömrümüzə saldı ayrılıq. Saldı, eləmi? Feillər götürək də. Getdin. Sonra gözlədim, gəlmədin. Burada əməli başlı feil var. Feillər eyni zamandadır. Baxaq, saldı keçmiş zaman, getdin keçmiş zaman, gözlədim, mən gözlədim, gözləmək, di zaman, eləmi? Gəlmədin, di zaman. Bəli, feillər keçmiş zamandadır. Hamısı ona görə də eyni şəkildə işlənib. Yəni zaman şəkilçisi var, xəbər şəklindədir. Bir götürdü. Hal şəkilçisinin tələbi ilə söz kökündə sayda düşmüş isim tamamlıq vəzifəsindədir. Neyinədir bu? Daha söz ki, hal şəkilçisinin tələbi ilə söz kökündən sayda düşmüş isim. Ha, ömür demək istəyir. Ömür sözü hal şəkilçisinin tələbi ilə düşmüş. Baxı, ömrümüz birinci mənsubiyyət gəlib. Mənsubiyyət şəkilçisinin tələbi ilə düşüb. Ona görə bunu gözləyək. Müraciət bildirən söz isimləşmiş nitq hissəsilə ifadə olunub. Gözəl. Çox gözlədim, gəlmədin. İsimləşmiş nitq hissəsi də bəli. Gözəl normal sifətdir. Necə gözəl? Burada necə sualına cavab vermək? Kim düşünür? Gözəl, çox gözlədim. Yəni şəxs anlayışı bildirdiyi üçün bunu doğru fikir kimi götürəcəm. Sonra quruluşca düzəltmə olan fiil əmr şəklində birinci şəxsin təkindədir. Bax gör nə qədər vaxtım gedir bu sual izah edərkən. Yəni bu uşaq təsəvvürlə bunu işləyir də, yəni. Üstəlik həyəcan stressini də nəzərə almaq lazımdır və digər iki fəni də nəzərə almaq lazımdır. Mən sadəcə bu fənin üzərində işləyirəm. 7 dəqiqədə 3 sualın üstündə işləyirik. Quruluşca düzəltmə olan feil əmr şəklindədir. Quruluşca düzəltmə olan feili get tapaq. Demək saldı, sadədir, getdin, sadədir, gözləmək, gözlədimi. Nə deyir bu? Quruluşca düzəltmə olan söz feil əmr şəklindədir. Xəbər şəklindədir. Bu yanlış fikirdir. Götürəcəm bunu. Kəmiyyət zərfi zərflik vəzifəsindədir. Düzdür, çox gözlədim. Zərflikdir. 5 düzdür. İsmin eyni halda olan sözlərdən biri mübtəda vəzifəsini çıxış etmişdir. Buranı silək, isim axtaraq. Fələk ömrümüzə saldı ayrılıq. Nə fələk? Biri mübtəda vəzifəsindədir. Bax, sözlərdən deyir. Ha, ismin eyni halda olan sözlər. Çox qəşəng fikirdir. Bax, gözəl də ismin adlı halda olan sözdür. İsim demir ki. Yəni, eyni halda olan isimlərdən biri yazmır. Çünki gözəl sifətdə. Amma adlı haldadır. Çünki burada isimləşibdir. Biri mübtəda vəzifəsinə çıxış edib düzdür. Ömrümüzə saldı ayrılıq. Getdin, gözəl, çox gözlədim, gəlmədin. Demək, ayrılıq da tamamlıq da burada. Nə deyim? Eyni halda sözlərdən biri mübtədadır, digərsə tamamlıq vəzifəsinə çıxış edib. Burada getdi. 1, 3, 4. Cümlələrdən birinin xəbəri məsdər tərkibi ilə ifadə edilmişdir. Baxaq, yayın qızmar günlərində şəhərdə qalmaq heç kəsin öncə deyil. Nə? Şəhərdə qalmaq. Burada mübtəda vəzifəsində məsdər xəbər istəyir. Gəlişimizin məqsədi başına ağıl qoymaqdır. Başına ağıl qoymaq frazeoloji birləşmədir. Eləmi? İndi Mədinənin bacısının həyatdakı ən böyük arzusu oxumaq idi. Bu məsdər tərkibi deyil. Məbədə gəlmək ikinci getdim. Dua etmək. Bu da məsdər tərkibi deyil. Mürəkkəb feildir. Mürəkkəb feil. Aləm şah bəyimin yeganə çıxış yolu uşaqlarını buradan uzaqlaşdırmaq idi. Uşaqlarını buradan uzaqlaşdırmaq idi. Nə? Aləm şah bəyin yeganə çıxış yolu. Mübtəda və xəbərdə ibarətdir cümlə. Xəbər məsdər tərkibi ilə ifadə olunub. Eləmi? Cavabımız olacaq E variantı. B-ni niyə götürmədik? Uşaqlar, frazeoloji birləşmə mürəkkəb feil sayılır da. Tərkib kimi götürə bilmərəm axı onu. Hansı nümunədə altına xətt çəkilmiş söz xitab, həm mübtəda söz, həm xitab, həm də mübtəda kimi düşünə bilər. Gəl baxaq. Əvvəlcə deyim ki, Sabir hələ də tapşırıqlar düzgün yerinə yetirməmişdir. Yəni burada vergül qoymayıb. Sabir hələ tapşırıqlar düzgün yetirməmişdir kimi düşünə bilmərəm. Dostum Qabil şəhərdən
səhərdən evdən çıxıb, amma geri gəlməyib. Bax, deyəsən ki, dostum, Qabil səhərdən evdən çıxıb, amma geri qayıtmayıb. Kim o? Bu şəkildə düşünə bilərsən. Və yaxud deyəsən ki, dostum, Qabil səhərdən evdən çıxmayıb, Qabil səhərdən evdən çıxıb, amma geri qayıtmayıb. Yaxşı, bu şəkildə olsa mən bura vergül niyə qoyacağam ki? Çünki bunu dostum Qabil səhərdən evdən çıxıb. Okay. Mən bunu həmciz üz kimi düşündüm. Tutalım. Dostum Qabil. Bu ikinci vergülə ehtiyac yoxdur axı. İkinci vergül varsa mən bu Qabili ancaq xitab kimi düşünə biləcəm də. Cümlənin ortasına işləyən mübtədadan sonra vergül qoymaram axı. Maraqlı olur. Qədir, xahiş edirəm ki, mənim fikirlərimə hörmətlə yanaşasan. Aqil, Səfər və Kərim səni axtarırlar. Bax, Aqil şey deyirsən, müraciət edirsən. Səfər və Kərim səni axtarır. Yəni bu xitab. Və yaxud da ki, Aqil, Səfər və Kərim səni axtarırlar. Kimi səni? O cavab D variantı. Bax, çox qəşəng. Əslində bax burada özdə B variantına ver bax. Yəni həqiqətən bu çətin sualdır uşaqlar. Yəni bunu tapmaq. Çünki uşaqların əksəriyyəti burada bəlkə də səhv eləyərdi. Bu vergülə diqqət eləməsəz, ki vergül mübtədadan sonra ola bilməz də. Yəni sən bunu mübtəda kimi düşünsən, burada vergül nə qələt eləyir? Yəni belə lor dildə desək. Diqqət etmək lazımdır. Nümunədə üzərində rəqəm yazılmış sözlərin fonetik xüsusiyyətlərinə əsasən uyğunluğu müəyyən edin. Yazılışı dəyişib fərqlənmir, səs fərqlənən sayı bərabər deyil, təknik hesabı işlənməmişdir. Baxaq. Sənət yazılışı dəyişib fərqlənmir. Eləmi? Parlaq yazılış dəyişib fərqlənir. Səs fərqlənən sayı bərabərdir. Kar samit işlənməmişdir. Parlaq işlənir. Bax, bu x kimi olacaq. P, x var. Səhifələrində yazılış və tələffüz fərqlənmir. Böyük yazılış və deyiş fərqlənir. Şəxsiyyətlərdən biridir. Bu düşəcək. Səs fərq tərkibi bərabər deyil. Eləmi? Sonra təkində kar samit işlənməmişdir deyir. Kar samit işlənməmişdir. Ancaq Cingidli samit olsun. Böyük. Bax, özündən sonra saytla başlayan söz gəlib. Çox qəşəng, çox gözəl. Aşırı sevdim sualı. Yəni, samballı sualdır. Çətin sualdır. Yəni, çətin deyəcək, orta səviyyə sualdır. Yəni, çox asan bir sualdır. Çünki şu an əksəriyyəti bu xışdır. Amma elə bir vəziyyət gətiriblər ki, zaten cavab çıxmır. Böyükdür. Məcbur oturub düşünməlisən. 1, 3, 5, 4. Evet. Ordu, qaçqınlar, əsirlər. Ordu vergül, qaçqınlar vergül, əsirlər bir sözlə. Burada T qoyacağım, bir sözün sonra vergül qoyacağım. Hər kəs bir-birini deyib. Vergül, tire vergül. B variantı. Vasitəsiz nitq məsələsi. Daha doğrusu həmcis üzlərdə ümumiləşdirici söz, yekunlaşdırıcı söz məsələsini bilirsənsə bunu yazacaqsan. Xəbərə icbar növdə olan feil, xəbəri icbar növdə olan hansı cümlələrin tərkibində hərəkətin subyekti və obyekti yoxdur. Subyekt və obyekt yoxdur. Həmişə həvəslə yazdırırlar. İcbar növdədir, eləmi? Subyekt yoxdur, işi görən şəxs, üzərində iş görən şəxs yoxdur. Məktub yoxdur məsələn. Bu biri götürəcək. Bax, dostum məktub yazdırdı. Belə olanda həm dostum subyekti, məktub obyekti yazdırmaq da zaten var. Burada nə subyekt yoxdur, obyekt yoxdur. Bir olmayanları çıxacaq. Əlbəttə, yenə vaxtında dəyişdirməlisiniz. Dəyişdirmək özüm dəyişdirəcəm də, dəyişdirtmək deyil. 2 olanda çıxacaq. Dünən yazdıqlarımız qovluqdadır. Yazdırdıqlarımız. Bizim yazdırdıqlarımız kim yazıb? Yoxdur. Yəni obyekt yoxdur, subyekt yoxdur. 3-ü götürəcəm. Sonra səhərə kimi kənddə daşıtmalıdırlar. Səhərə kimi yeni layihələri mütəxəssislərə hazırladım. Yeni layihələri bir dəqiqə. Səhərə kimi kəndə daşıtmalıdırlar. Daşıtmalı. Özünü daşımayacaqsan, başqasını daşıdacaqsan. Amma obyekt yoxdur, subyekt yoxdur. 4-də oluraq cavab, değil mi?
3-ə yeni tezini baxaq. Dünən yazdırdıqlarımız qovluqdadır. Yazdırdıqlarımız obyekt olarda ilə qovluqdadır. 3 getdi. Bir də olacaq. Yeni layihələrə mütəxəssislərə hazırladın. Layihəyə bax, obyekt var. Və o gəldi o məşhur suala. 9 martda olan. Bu tipli deyini ilə hər ikisini aiddir, yalnız birini aiddir. Ən çox vaxt alan və tam-tamına, yəni blokdan da daha ağır səviyyədə olan bir sual tipi. İndi sualın özünü oxuyaq görək nə göstərir. Onlarla həll olunmamış məsələyə birgə baxış keçirilsə də, yenə də bir neçə işi yekunlaşdırmaq mümkün olmadı. Bunu iki cür düşünə bilirəm. Onlarla həll olunmamış məsələyə birgə baxış keçirilsə, onlarca insanın gözü qabağında baş verən bir hadisə bir çox qəzetlərdə dəfələrlə işıqlandırılmışdır. Demək ki, baxaq, kökə amonimonun bunu iki cür düşünmək orada dediyimiz kimi, həm say, həm də əvəzlik kimi. Yəni baxaq görə şərtdə veriləcəkmi? Kökə amonimonun saydan yaranmış söz işlənmişdir. Həll olunmuş məsələyə birgə. Burada olar, baş keçirsə də onlarca insanın gözü qabağında baş verən bir hadisə çox qəzetlərdə burada yoxdur. Bu yalnız birinə aid uşaqlar. Bax, burada olması lazımdır. Bu getdi. Feili birləşmə aslı tərəfində olan say var. Onlarla həll olunmamış məsələyə birgə baxış keçirsə, yenə də bir neçə işi işıqlandırmaq mümkün olmadı. Nə? Bir neçə işi işıqlandırmaq. Eləmi? Feili birləşmənin aslı tərəfində say var. Bu olar. Burada bəs onlarca insan gözü qabağında baş verir. Hansı hadisə? Eləmi? Feil sifət tərkibi aslı tərəfində say var. Bu düzdür. 2 düzdür. Eləmi? Sonra rəqəmlə yazıla bilməyən say. Burada çox var idi, burada da bir neçə. Hər ikisinə aiddir. Elə 3 olmayan variantlarda siləndə qalıb 2, 3, 4, 5 və yaxud da ki üstündə başqa variant qalmadı ki, cavab çıxdı. Neçə say işlərini dəqiq müəyyən etmək mümkün deyil. Aha, bu bura aiddir. Onlarlanı bir var deyəsən ki, onlarla həll olunmamış. Yəni nə qədər həll olunmamış? Onlarla, yüzlərlə. Say baxımında bir də onlarla, yəni onlar ilə əvəzlik plus qoşma kimi. 4-ü götürəcəm. Təyin vəzifəsində olan cavabımız demək D variantıdır burada artıq. Eləmi? Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı tamamlığı izah edir. Təyin vəzifəsində olan tamam nə deyir? Qeyri-müəyyən miqdar sayı. Bir dənə buranı belə sıfırlayaq. Onlarla həll olmuş məsələ bircə baş keçirilsə, mümkün olmaqdır. İnsan göz qabağına baş verən bir çox qəzetlərdə. Hə, bax, qəzetlərdə nədə? Necə qəzetlərdə çox təyindir, eləmi? Və mübtəda tamamlığı izah edir və qeyri-müəyyən miqdar sayıdır. Cavabımız oldu 2, 3, 4, 5 D variantı. Belə. 9 martda bu tipli şeylərlə qarşılaşmışdıq. Yəni nisbətən buna hazır idik. Amma görək növbəti izahlarda mətnlərə baxaq, görək mətnlərimiz necə olacaq. Oldu uşaqlar, bu tipli videoların tez-tez gəlməyini istəyirsə dəstək olmaq üçün abunə olmağı və paylaşmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.